الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل إن الصلاة ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك أمرت وأنا أول المسلمين. Sadaqallahul azim. Möhtərəm müsəlmanlar, bugünkü Qurban Bayramı Allah'ın kulluğumuzu ərz edəcəyimiz, verdiyi nemətlərə şükür edəcəyimiz bir vaxtdır. Bu bayram Həzrəti İbrahimin imanını, Həzrəti Həzər anamızın sədaqətini və Həzrəti İsmail əleyhissalamın təslimiyyətini bizlərə həyatlarına gətirən Rəbbimizin bir hədiyyəsidir. İxlasla Rəbbimizin rızası üçün etdiyimiz bu əməl, bu istiqamətdə Allah-u Teala'ya yaxın olmaqda yeni bir fürsətdir. Bu ibadətdə bizimlə Allah-u Teala arasında olacaq əsas şey təqvamızdır. Allah-u Teala Həc surəsinin 37-ci ayəsində buyurur ki, qurbanların nə ətləri, nə qanları Allaha çatar. Allaha yalnız sizin ixlas və səmimiyyətli etdiyiniz ibadətləriniz çatar. Əziz müsəlmanlar, belə bir bayram sabahında Resulullah sallallahu aleyhi və səlləm bayram namazını əda etmək üzərə evindən çıxır. Namazı qılacağı yerə çatınca əshabına belə səsləndi: bugün ilk işimiz bayram namazını qılmaq, sonra da qurban kəsməkdir. Belə edənlər sünnətimizə uyğun davranmış olar. Resulullah sallallahu aleyhi və səlləm əshabına bayram namazını qıldırdıqdan sonra xutbəsində ümmətə bu müjdəni verdi: Adəm oğlu Qurban bayramı günü Allah qatında qurban kəsməkdən daha gözəl əməl işləməz. Qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları savab olaraq gələr. Qurbanın qanı yerə düşmədən Allah tərəfindən qəbul edilər. Bu səbəblə də qurban kəsmə məsələsində könlünüz xoş olsun. Namaz və xütbənin ardından sıra qurban kəsməyə gəlincə, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm qurbanlıq heyvanlara əziyyət edilməməsi xüsusunda möminləri xəbərdar edər. Qurbanı qibləyə doğru yatırar, bəsmələ çəkər, təşbir gətirər və bu ayətləri oxuyardı. İnnəs salati və nuski və mahyaya və məmati lillahi rabbil alemin la şərikə ləh və bidəlikə umirtu və ənə əvvəlil muslimin. Mən haqqa yönələn birisi olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha ortaq qoşanlardan deyiləm. Şübhəsiz mənim namazım da, qurbanım da, həyatım da və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir ortağı yoxdur. Mənə belə əmr olunmuşdur və mən müsəlmanların ilkiyəm buyurmaqdadır. Dəyərli müsəlmanlar, bayramlar infaq, ikram və yardımlaşma günləridir. Bayramlar əfv etmə və qucaqlaşma günləridir. Bu günləri fürsət bilərək qardaşlıq iqlimlərini möhkəmləndirməli və çəkişmələrdən uzaq durmalıyıq. Əziz və cəlil olan Allah Teala Hucurət surəsinin 10-cu ayəsində buyurur ki: İnnəməl mu'minunə ixvətun fəəslihü beynə əxavəykum vəttəqullaha ləalləkum turhamun. Həqiqətən müminlər qardaşdırlar. Buna görə də aralarında bir mübahisə düşsə, iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə əvvəlki günahlarınız bağışlanıb rəhm olunasınız. Bayramların əsası silə-i rəhimdir. Ata-analarımızı başda olmaqla böyüklərimizi, qohumlarımızı, dostlarımızı ziyarət etməliyik. Onların dualarını almalıyıq. Aləmiz ilə bircə bu bayramı gərəyi üzrə qeyd etməliyik. Ehtiyacı olanlara da ikram etməliyik. Resulullah Efendimiz sallallahu aleyhi və səlləm buyurur ki, Müsəlman, müsəlmanın qardaşıdır. Ona zülm etməz, ona haqsızlıq etməz. Müsəlman qardaşının ehtiyacını ödəyən kimsə, Allah Teala da onun ehtiyaclarını ödəyər. Kim bir müsəlmandan bir sıxıntını apararsa, Allah Teala o kimsənin qiyamət günədəki sıxıntılarını aparar. Kim bir müsəlmanın eyb və qüsurlarını örtərsə, Allah Teala o kimsənin eyb və qüsurlarını örtər. Hikmət əhli bir şəxsdən soruşurlar ki, Qurban bayramı gəlir, nə kəsim deyə. O şəxs isə belə cavab verir: Müsəlmanlara qarşı olan kini kəs, paxıllığı kəs,
haqsızlığı kəs, fitnə fəsad çıxartmağı kəs, yalan danışmağı kəs, xəsisliyi kəs, zəif insanlara qarşı qoçuluğu kəs. Bütün bunlardan sonra qoçu kəs. Məhz o zaman sən Allaha qurban olmuş olarsan. Nəinki qurban kəsmək, özün Allaha qurban olmuş olarsan. Qurban Allaha yaxınlaşmaq deməkdir. Bu mənada Allah-u Teala qurbanlarımızı qəbul etsin. Allah-u Teala özünə yaxınlaşmış qullarından etsin. Allah-u Teala kəsilmiş və kəsiləcək qurbanları qəbul etsin. Rəbbimiz tezliklə bu anı Kəbə evində yaşamaq istəyənlərə nəsib etsin. Müsəlmanların qəlblərini sevib razı qalacağı şəkillərdə qəbul etsin inşallah. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil alləm kəmə qalallahu təbarək və teala fil kələm və izə quri'əl Qur'anu fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام